Amerika Birleşmiş Ştatları Prezidenti Donald Trump Çindən gələn kiçik bağlamalara de minimis vergi istisnasını ləğv edib. Bu qərar $800 dək olan bağlamaların gömrük rüsumundan azad edilməsinə son qoyur. Artıq belə sifarişlərə görə 145%-ə qədər vergi və ya hər bağlama üçün $100 sabit rüsum tətbiq olunacaq. Məbləğ iyundan etibarən $200 qədər artırılacaq. Statistikaya görə 2024-cü ildə ABŞ-yə 1 milyarddan çox kiçik ölçülü bağlama daxil olub. Onların ümumi dəyəri isə təxminən 66 milyard təşkil edib. Bunlar əsasən şəxsi istifadə üçün Amerikalıların iri ticarət platformalarından etdikləri sifarişlər olub. Lakin aralarında kiçik biznes üçün ehtiyaclar da yer alıb. Trump bildirib ki, vergi istisnasından sui-istifadə edilir və buna son qoyulmalıdır. Ağ Ev ləğv qərarını narkotiklərin və onların istehsalında istifadə edilən maddələrin Birləşmiş Ştatlara daxil olması ilə əsaslandırıb. Ekspertləri isə bildirirlər ki, əsl səbəb Çindən gələn ucuz məhsul axınının Amerikanın tekstil sənayesinə vurduğu zərbədir. Qərara Çin hökumətindən də reaksiya gecikməyib. Rəsmi Pekin bunu hegemonluq və təktərəfli proteksionizm kimi qiymətləndirib. Qeyd edək ki, ABŞ-də de minimis istisnası 1930-cu ildən tətbiq edilir. Bu istisnanın məbləği 2016-cı ildə $200-dan $800 qədər artırılıb. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.